Salam uşaqlar. Bu günləri mübtəda xəbər uzlaşmasını izah edəcəm. Deməli, mübtəda xəbər uzlaşması həm 9-cu sinif buraxılış imtahanları, həm də 11-ci sinif buraxılış imtahanlarına düşən qrammatik mövzulardan biridir. Nə deməkdir? Yəni, əgər mübtədamız təkdirsə, xəbər də təkdə olur, mübtəda cəmdirsə, xəbər də cəmdə olur. Bu mövzudan olan testləri işləyə bilmək üçün iki şey bilməliyik. Bir, təkdə olan xəbərləri tanımalıyıq, feilləri tanımalıyıq. İkinci, ismin cəmi qaydasını və əvəzliklərin təkini cəmini seçməyi bilməliyik. Başlayaq birinci feillərdən. Feillər nə zaman tək olur? Tək feilləri ayırd etməyin belə bir ipucu verim sizə. Adətən hamısının sonunda s var. İstəyir qaydalı olsun, istəyir qaydasız olsun. Yəni, ortaq cəhətləri sonun s hərfindən bitməsidir. Məsələn, is to be feilinin təki. Was to be feilinin keçmiş zamanının təki. Has, have feilinin təki. Digər feillərə də uyğun olaraq sonda s artırırıq. Məsələn, götürək play, üçüncü şəxsin təkində olacaq plays. Work, üçüncü şəxsin təkində olacaq works. Axırı s, ch, x, z, o hərfləri ilə bitən feillərə biz es şəkilçisi artırırıq. Necə ki, ismin cəmində o şəkilçiləri artırırıq, feilin təkində artırırıq. Yəni, burada qarışdırmayaq, feilə artırılmış s cəm demək deyil, tək deməkdir. Yəni, üçüncü şəxsin təkidir. Baxaq, məsələn, onlardan da bir-iki nümunə yazım. Watch, ç səsindən bitdiyinə görə üçüncü şəxsin təkində olur watches. Dress, geyinmək, double s, yəni qoşa s ilə bitdiyinə görə üçüncü şəxsin təkində olacaq dresses. İnkar forma uyğun olaraq doesn't. Doesn't, es burada olduğuna görə feildə s yazmırıq. Doesn't go, for example. O ilə bitənlər özü go təkdə goes olacaq. Sonu y hərfindən bitən feillərdə. Əgər sait y varsa, s əlavə edirik. Samitdən sonradırsa, y hərfi I hərfinlə əvəz olunur. Budur. Bu formada tries. Baxaq, cəm feillər hansılardır? Uyğun olaraq alt-alta həmin feillərin cəmini yazacağım. To be is, isin təki indiki zamanda izdirsə, cəmi olacaq are. Was keçmiş zamandır, cəmdə olacaq were. Has'in cəmi have. O bilərin də təbii olaraq s-lərini sondan yığışdırsaq, cəm forması olacaq. Dəqiqə. Sonra work, watch, dress. Baxın, dress burada don yox, geyinmək deməkdir. Söhbət feildən gedir. Doesn't go, inkarda olar don't go. Ya da açıq formada yazsaq, yəni birləşmiş formada yox, do not go, don't go. Don't go. Go sadəcə və try feilinin kökü try. Y hərfi yerinə gəlir es-i siləndə. Bu, xəbərin təkini cəmini seçməyimiz. Keçək görək, bəs qaydalarımız nədir? Dedik ki, mübtəda tək olanda xəbər də tək, mübtəda cəm olanda xəbər cəm olur. Buradan yazıram tək, buradan yazacağım cəm. Məsələn, the boy, baxın, təkdədir. Plays football. Oğlan futbol oynayır. Oğlanlar desəm olacaq the boys. Oğlanlar play. Play'in axırına s yazmayacağım. Çünki boys cəmdədir. Play football. Oğlanlar futbol oynayır. Birinci cümləmizin mübtədası təkdə, xəbər də təkdə. İkincinin mübtədası cəmdə, xəbər də cəmdədir. Belə bir, necə deyim, qayda mı deyim, fikir mi deyim, sizə kömək belə bir şey də deyə bilərəm. İsimdə s yoxdursa, feildə var. İsimdə varsa, feildə yoxdur. Amma təbii ki, bu hər bir ismə aid deyil. Söhbət qaydasız cəmlənən isimlərdən gedirsə, o zaman isimlərdə s olmur. Məsələn, götürək the child sözünü. Child təkdədir, s yoxdur. Feildə s var. The child plays with his toy. Uşaq öz oyuncağından oynayır. Child təkdə, play təkdə. Amma child sözünün cəmi nədir? Children. The children. Burada nə isimdə s yoxdur, nə feildə s yoxdur. Çünki children sözü özü
cəmdir. Cəmini s-lə düzəltməyən isimdir. Yəni hər sözdə də s-ə fokuslanmaq lazım deyil. Keçək indi əsas qaydalara. Birinci qaydamız nədir? Birinci qaydamız mübtədaların and bağlayıcısı ilə bağlanmalıdır. Mübtədamız and-lə bağlanıbsa, xəbər olacaq cəm. Məsələn yazaq bura. Ali and Cavid go to school. Əli və Cavid məktəbə gedirlər. Baxın, cəmdə xəbər. Cəmdə xəbərin üstündə s yoxdur. Mübtədamız nə ilə bağlandı? And-lə. Amma burada bir istisna bir qaydamız var. İstisna qaydamız nədir? Mübtədamız əgər and-lə bağlanıbsa, amma belə deyək, burada biri and-lə bağlanıb və dırnaq işarəsindədirsə, söhbət hansısa filmin, cizgi filminin və ya əsərin adından gedir. Hər hansı bir xüsusi addan getdiyinə görə bu zaman tək xəbər yazacaq. Tək xəbər. Yəni, məsələn, götürək. Tom and Jerry is my favorite cartoon. Tom və Jerry mənim sevimli cizgi filmimdir. Burada söhbət Tomla Jerry'nin özündən yox, multfilmin adından gedir. Multfilm cizgi filminin Azərbaycan dilində deyək. Əgər dırnaq işarəsi olmasa, təbii ki, xəbəri cəmdə verəcəm. Məsələn, Tom and Jerry are friends. Tom və Jerry dostlardırlar. Belə. Gördüyünüz kimi dırnaq işarəsi yoxdursa, xəbəri cəmdə verirəm and bağlayıcısına. Keçək ikinci bir qaydamız da var. Bu hansıdır? Correlative conjunctions, yəni qoşa bağlayıcılar. Bu qoşa bağlayıcılardan bunlar. Neither nor, tələffüzdə neither də oxuna bilər. Either or, eyni ilə either or və ya not only but also. Not only but also. Deməli, qoşa bağlayıcılarda mübtəda 2 dənə olur təbii olaraq. Birini bura yazırıq, birini isə nordan sonra yazırıq. Biri bura, biri bura. Neither nor nə-nədə, either or ya da, not only but also isə təkcə yox, həm də deməkdir tərcümələri. Bəs burada bu iki mübtədadan hansıyla uzlaşdırmalıyıq? Yadınızda saxlayın uşaqlar. Mübtəda yaxında olan xəbərlə uzlaşır. Yəni, daha doğrusu xəbər yaxında olan mübtəda ilə uzlaşır. Bura bir dənə söz yazaq. Tutaq ki, neither John nor Jack. Nə John, nə də Jack. Baxın, Jack təkdədir deyə yazacağım is. Neither John nor Jack is my friend. Nə John, nə də Jack mənim dostum deyil cümləsi. Xəbər oldu təkdə, nəyə görə? Yaxındakı mübtəda təkdədir. Sual cümləsi olsa, xəbəri biz hara qoyuruq? Aparırıq cümlənin başına sual düzəltmək üçün. O zaman isə xəbər yaxınlaşır birinci mübtədaya. Yəni, sual bu bağlayıcılarla cümlənin sual formasında olsa, xəbər birinci mübtəda ilə uzlaşacaq. Sual forması deyilsə, çünki birincinin yanında olur. Sual forması deyilsə, ikinci mübtəda ilə uzlaşacaq. Eyni qayda either or, not only but also-ya da aiddir. Sonra keçək üçüncü qaydamıza. Bunu silim. Üçüncü qaydamız uşaqlar boss bağlayıcısıdır. Daha doğrusu əvəzliyi. Boss əvəzliyi mənaca hər iki deməkdir. Hər iki. Boss'u əvəzli kimi işlədəndə özündən sonra artikel Z artiklı gələ də bilər, gəlməyə də bilər. Baxır, situasiya müəyyəndirsə Z ilə, qeyri-müəyyəndirsə artiklsız işlənir. Amma hər iki halda deməli isim də cəm olur, sayılan cəm olur bu arada. Çünki sayılmayan isimləri cəmləyə bilmirik. İsim də cəm olur, xəbər də cəm olur. Yəni boss və ya boss Z yazılıbdırsa, hər ikisinin mənası hər iki deməkdir və cümlədə isim, cəm, isim plus cəm xəbər olacaq. Məsələn, nümunə yazın. Boss, women. Boss, women
Baxın, cəmdə yazdım. Women sözün cəmi olur women. Both women are French. Hər iki qadın fransızdır cümləsi. Burada both the women də yaza bilərəm. Yenə hər iki həmin qadın fransızdır olacaq. Belə. Və both of ifadəsindən də eyni ilə both of yenə cəm isim, burada the article-ı işlətmək mütləqdir. Both of the students, uşaqların hər ikisi deməkdir. Both of the students are in the room. Hər iki uşaq otaqdadır yazsam, şagirdlərin daha doğrusu hər ikisi otaqdadır. Both varsa xəbəri cəmdə yazırıq. Bir də var both and qoşa bağlayıcısı. Both and nə deməkdir? Both and uşaqlar həm də deməkdir. Bu əvəzlik deyil. Baxın, bu üç əvəzlikdir, təyin əvəzliyidir. Amma both and əvəzlik deyil. Correlative conjunction deyilir, yəni qoşa bağlayıcılara aiddir. Both and bağlayıcısından burada artıq isim cəmdir deyə bir şərtimiz yoxdur. Amma xəbər hər zaman cəmdə olacaq. Xəbər cəmdə, yəni feil cəmdə olacaq. İsim təkdə ola bilər, sayıla da bilər, sayılmaya da bilər artıq. Qoşa bağlayıcı olanda. Məsələn, yazıram. Both milk and cheese are important food for us. Deməli, həm süd, həm də pendir vacib qidadır bizim üçün. Deməli, burada and-lə bağlandığına görə, baxmayaraq ki, sayılmayan isimlərdir, both and bağlayıcısından bağlandığına görə xəbəri necə verdik? Cəmdə verdik. Keçək dördüncü qaydamıza. Dördüncü qaydamız deməli gəlir sözönlü ismi birləşmələr. Söz önülü ismi birləşmələrə. Sözönlü ismi birləşmələrdə uşaqlar, deməli biz baxırıq ismin sözönüdən öncəki sözə. Yəni əsas xəbərlə uzlaşan sözümüz sözöndən qabaq gələn sözdür. Məsələn, baxaq. The girl in the pictures. Yaxud the trip to the mountains. Şəkillərdəki qız, kim qız? Dağlara səyahət. Nə? Səyahət. Cümləmiz mübtədası burada girl, burada isə trip. Yəni bu birləşmə ümumilikdə cümlənin mürəkkəb mübtədasıdır. Lakin xəbər bəs picture yoxsa girl-la uzlaşacaq. Təbii ki, ortada söz önü və ya article gələrsə, yəni isimlərin ortasına söz önü və ya article girmiş olarsa birləşmənin söz önüdən öndəki sözə görə təkini cəmini təyin edirik. Girl təkdədir, olacaq məsəl üçün is my friend. The girl in the pictures is my friend. Şəkillərdəki qız mənim dostumdur. Dostum qızdır, yəni şəkillər deyil. The trip to the mountains was fascinating. Dağlara səyahət heyran edici idi. Baxın, trip təkdə, was təkdə. Söz önlü birləşmələr. Sonra gəlir yiyəlik halda olan apostrof s və ya s apostrof cəmdə olan yiyəlik halda olan sözlərlə. Bu zaman uşaqlar apostrofdan sonra gələn isim bizim əsas mübtədamızdır. Apostrofa qədər olan hissə isə həmin mübtədanın təyinidir. Yəni, apostrofa qədər olan hissə ilə yox, xəbər uzlaşır apostrofdan sonra gələn isimlə. Məsələn, bir dənə nümunə yazaq. Ayans, tutaq ki, cats are cute. Ayanın pişikləri, baxın, pişiklər. Söhbət nədən gedir? Nədir sevimli olan? Pişiklər. Ayanın özündən söhbət getmir. Bu ayanın deməkdir. Apostrof s-dən sonraki sözümüzlə xəbərimiz uzlaşır. Cats cəmdə, are cəmdə. Sonra bir də ismi birləşmələrin ortasında
sözünü və ya artikel olmaya bilər. Yəni 2 isim yan-yana gələ bilər, hətta 3 isim yan-yana gələ bilər və ya sifət isim yan-yana gələ bilər. Bu cür quruluşlarda biz sonuncu sözə baxacağıq. Məsələn, nümunə yazıram. Our school bus. Bizim məktəb avtobusu. School'a yoxsa bus sözünə baxırıq. Təbii ki, bus sözünə baxırıq. Çünki burada bu birinci isimimiz, bu ikinci isimimiz. İsimlərin ortasında heç nə yoxdur. Yəni sözünü və ya artikel yoxdur. Yəni bizim mübtədamız bus sözünə görə yazılacaq. Bu zaman, daha doğrusu xəbərimiz. Bizim məktəb avtobusu tutaq ki, is big. Avtobus böyükdür. Yəni məktəb yox, avtobus. Məktəb avtobusu böyükdür cümləsidir. Bus təkdədir deyə xəbəri də yazırıq təkdə. Sonra bunu silim. Keçək 5-ci qaydamıza. 5-ci qaydamız a number, the number. A number of, the number of ifadəsidir. Uşaqlar, a number of sadəcə many deməkdir. Çoxlu, çox. Nə ilə işlənir? Sayılan cəm isimlə işlənir. Sayılan cəm isim plus cəmdə xəbər təbii ki. Cəm xəbər. The number of isə uşaqlar sayı deməkdir. Burada sadəcə bayaqki prepositional phrase, yəni sözönlü birləşmələr hissəsinə aiddir. Of'un önünə baxırıq burada. Burada of'un önünə baxmırıq. Çünki bu miqdar sözüdür. Çox deməkdir. Burada isimə baxırıq. İsim cəm, xəbər cəm. The number of da isə olur, deməli, xəbər təkdə. İsim amma istənilən halda cəmdədir. The number of plus cəm isim. Amma necə xəbər? Tək xəbər. Belə yadda saxlayın. Baxın, dərsdə də sizə demişdim. T, tək, the, t burada var, tək, t. Belə yadda saxlayın ki, qarışdırmayasınız. Burada da t var, burada da t var. The gördünüzsə, number sözünün qabağında, yəni t hərfini gördünüzsə, xəbəri təkdə axtarın. Gəlin nümunə yazaq. Məsəl üçün, a number of students are in the schoolyard. Çoxlu tələbələr, yəni many students, a lot of students bərabərdir. Çox şagirdlər məktəbin həyətindədir. Baxın, xəbər oldu necə? Cəmdə. The number of students in the schoolyard is, for example, 100. Uşaqların sayı, həyətdəki uşaqların sayı. Baxın, burada da söz önümüz var. Hansına baxırıq? Birinciyə. The number of students. Həyətdəki uşaqların sayı. Əsas sözümüz number sözünə görə xəbəri axtaracağıq. Number ilə nə işlətməliyik? Tək xəbər. Həyətdəki uşaqların sayı 100-dür cümləsi. Sonra gəlir, deməli, əvəzliklərdən. Hansı əvəzliklərlə cəm, hansı əvəzliklərlə tək xəbərlər işlədəcəyik. Deməli, məsələn, cümlədə each, much. Nəyə görə much? Much sayılmayan isimlərlə işlənir. Düzdürmü? Deməli, much varsa, xəbər təkdə olmalıdır. Və yaxud little varsa, xəbər təkdə olmalıdır. Söhbət sayılmayan isimdən işlənməyindən gedir. Little və little bilirsiniz ki, balaca mənasında sayılan isimlərlə işlənə bilir. O zaman mənaya fikir verməli olacaqsınız. Yaxud either-dən sonra sayılan tək isim gəlir. Sonra either-dən sonra sayılan tək isim gəlir. Sonra neither, another, an var burada ona görə another. Daha sonra one və artiklı təbii ki. Bunlardan sonra sayılan tək isimlər gəldiyinə görə təbii ki də xəbər olacaq tək xəbər. Məsəl üçün each student is smart. Hər şagird
ağıllıdır. Hər şagird. İsim də təkdə, xəbər də təkdə. Sonra törəmə vəzliklər. Someone, somebody, something, anyone, anybody, no one, nobody, nothing və s. Bütün one, body, thing ilə düzələn törəmə vəzliklərin xəbəri təkdə olur. Törəmə vəzlik plus tək xəbər. Məsələn, somebody is in the room. Somebody is in the room. Davam edək. Törəmə vəzlikləri də dedik. Keçək indi isə bu sözlərə. Hansı sözlərdir? Deməli, some qeyri-müəyyənə vəzliklər. Any, no, sonra all, more, most, sonra bu ifadələr varsa uşaqlar, bunlar özləri təklikdə, yəni bunlara görə tək mi yazaq, cəm mi yazaq qaydası yoxdur. Bunlar varsa biz ismə baxmalıyıq. Əgər isim birinci halda tək isimdirsə, xəbər təkdə, cəm isimdirsə, xəbər cəmdə olur. Məsələn, nümunə yazıram. Some people are friendly. Bəzi insanlar dost canlıdır deyək. Yaxud da ki, can you, yox. Bir dənə də tək isimlə yazaq. Tutaq ki, some money is needed. Biraz pul lazım idi. Money sayılmır, xəbər təkdə. People sayılan cəm isim, xəbər cəmdə. Bu sözlərin hamısına aid. Hətta bunlar of-la işlənəndə some of the, any of the, no of-la işlənmir, none of-la işlənə bilər, all of the, more, most, bunlar da of-la işlənə bilirlər. Yəni, istəyir isim birbaşa üzərlərinə gəlsin, istəyir of-dan sonra gəlsin. Deməli, sayılan isimlər cəm, sayılmayan isimlər təkdə xəbər qəbul edəcəklər. Keçək növbəti hissəsinə. Sonra, deməli, əgər bizim mübtədamız it ilə verilibdirsə, it bilirik ki, şəxsiz ifadələri ifadə edə bilər, saatı itlə deyə bilərik, bir də havanı itlə deyə bilərik. Təbii ki, it is, it was formasında xəbəri təkdə verəcək. Məsəl üçün, it is cold outside. Çöldə hava soyuqdur ifadəsi. Sonra, isimləşmiş sifətlər. Məsələn, good ayrılıqda nədir? Yaxşı. The good amma olur, yaxşılar. İsimləşmiş sifətlər, uşaqlar, hər zaman cəm olduğuna görə necə xəbər götürəcək? Cəm, xəbər. Məsələn, yazaq. The old are sitting under the tree. Qocalar ağacın altında oturublar, indi oturublar. The old. Gördüyünüz kimi xəbər verdik, necə cəmdə. Sonra, əgər biz hər zaman test edərkən, deməli, bizdə burada 3 nöqtə qoyulur, bura feil yazmalıyıq. Bizim mübtəda, yəni yazacağımız feil xəbərdir, mübtədamız bura qədər olan hissədir. Həmişə bura baxırıq. Yəni cümlənin davamında olan cəm və ya tək ismə baxmırıq. Bunu nəyə görə deyirəm? Çox uşaqlar səhv salırlar. Bu tərəfdə, ikinci hissədə, burada olan hər hansı cəmdə olan ismə görə götürüb bura cəm xəbər yazmağa çalışırlar. Mübtəda olur, feilin önündə. Yəni, sənin mübtədan bu 3 nöqtədən qabaqki hissədədir. Bəs nə zaman burada yox, ikinci hissədə olur? Baxın, bu 3 sözlə deyə, hiyə, vəyə ilə başlayıbdırsa, o zaman xəbəriniz birinci gəlir, sonra mübtədanız gəlir. Yəni, isim uzlaşır, feil uzlaşır özündən sonraki sözlə. Baxaq, məsəl üçün, burada olsa e-book, on the table, stolun üstündə kitab var, e-book təkdə olduğuna görə the is olacaq. A little
money. Burada yenə tək olacaq. A little money sailməyən isim olduğu üçün here is a little money. Budur biraz pul. Amma məsələn olsa there a few chairs in the room. Baxın burada a few miqdar sözüdür. Article sayılmır. A few chairs birlikdədir. Chairs sözü üçün there are olacaq və ya keçmiş zamanda olsa there were olar ya have been olar bitmiş zamanda. Eyni ilə də where'yə aiddir. Məsəl üçün where is your friend? Sənin dostun haradadır? Dost sözünə görə xəbər oldu is. Bir də daha bir ümumi etdiyiniz səhvlərdən biri isə your görən kimi are yazmaq. Your sənin deməkdir, yəli əvəzlidir. O özü xəbərin təkcəm olmağını təyin etmir. Biz baxmalıyıq özündən sonra gələn ismə. Hardadır? Kim? Sən yoxsa dostun? Təbii ki, dostunu soruşur. Sənin dostun hardadır? Demir ki, sən hardasan. Sən hardasan olsa, bəli, are işlədə bilərsiniz. Və ya are you? Sən hardasan? You sən deməkdir, şəxs əvəzlidir. Your amma sənin deməkdir, yəli əvəzlidir. Sonra or bağlayıcısı varsa, o zaman da ikinci isimlə uzlaşır. Sonra mübtədalarımızın ortasında, yəni mübtədadan sonra daha doğrusu, with ilə, along with birlikdə və as well as həmçinin sözləri gələrsə, bu zamanda biz bu sözlərdən əvvəldə gələn, yəni burada gələn isimə və ya sözə görə, əvəzliyə, şəxs əvəzliyinə görə mübtədanı yazacaq, onunla uzlaşdıracaq. Məsələn, yazsam ki, David with his friends is outside. Baxın, yazmıram ki, dosta görə are outside. With his friends yazılıb. David deməli, dostları ilə birlikdə çöldədir. David çöldədir cümləsi. Sonra bunu silək. Əgər cümləmiz başlasa, gerund, yəni ing ilə bitən feil və ya infinitiv məsdərlə to ilə feil başlasa, verb plus ing, to plus verb. Bunlarla başlasa, xəbər təkdə olur. Xəbər tək. Məsələn, reading books is enjoyable. Kitab oxumaq əyləncəlidir. Nə? Oxumaq əyləncəlidir. Yəni, ing ilə başlayıbsa, is yazacaq. Yaxud eyni cümləni to read books yenə is important yazaq. Kitab oxumaq vacibdir. Yenə to read cümlənin əsas mübtədası olduğuna görə xəbəri ona veririk. Yəni, buna gerundial phrase deyilir, buna isə infinitive phrase deyilir.